Bildiyiniz kimi o küçə sakinlərini söymüşdü. Kim söymüşdü? Kim təhqir eləmişdi? Bir sümsük təhqir eləmişdi. Dəyərli vətənlərim. Göstərək hansı videoda təhqir eləmişdi. Baxaq. Hə, deməli bu qadın elə bu xalqı təhqir eləsinlər, sonra da bir dənə üzr istəsinlər. Belə şey keçmir. Axtaryacıyam. Axtaryacıyam dəyərli həmvətənlərim, dəyərli soydaşlarım. Belə olmaz. İndi də üzr istəyir tanışlardan. Yaranmış anlaşılmazlıq üçün mən burada Lənkəran şəhərinin Osa küçə sakinlərindən üzr istəyirəm ki, belə bir anlaşılmazlığa yol vermişəm. Sağ olun, var olun. Bu talışlarla az oynayın da. Bu talışların şeyinlə az oynayın da ki. Bəsdirin da. Görün, bunlar ancaq talış analar, ancaq qəhrəmanlar dünyaya gətirir. Eləməyin də belə. Dünya savaşı olur, talış milli qəhrəman olur, SSR 2 medal alır. Qardaş, Qarabağ savaşı olur, 1-ci, 2-ci, 3-cü, hər zaman talış milli qəhrəman olur. Həmin yeraltı dünyası talış rövşəni çıxardır ortaya, oğrular belə ondan qorxur. Qardaş, bu talışların şeyi ilə oynamayın. Bu talışlar, talış milləti nadir varlıq. Əslində bizim türklərlə talışların kökü eyni kökə gedir, çıxır. Onlar belə türkdülər. Sadəcə bunlara dəyər vermək lazımdır. Onların problemlərini həll eləmək lazımdır. Talışı tanımaq üçün talış torpağında yaşamaq lazımdır. Onların çörəyini kəsmək lazımdır. Onların sözünü kəsmək yox, çörəyini kəsmək lazımdır. Və dəyərli vətənlərim, mən bir neçə il yaşamışam. Necə qonaqpərvər, necə gözəl, necə sadə, necə dildən demək mümkündür. Gərək orada yaşayıb görəsən. Vəssalam. Bu eşşəklərə dərs olmur ki, bu talışların şeyi ilə oynamayın. Yenə də gedib ilişirlər talışın mıxına. Bakın, son zamanlarda görmüsünüz mü ləzginin şeyi ilə oynayan? Görmüsünüz? Görmüsünüz avarın, tatın, Yahudinin, nəyin, başqa millətlər var, Udin, Gürcü. Bunların şeyi ilə oynayan görürsünüz. Talışın şeyi ilə niyə oynayırlar? Çünki talışlardan qorxurlar. Çünki 3 milyonda talış o tərəfdədir. Çünki talış bölgəsi İranla sərhəddədir. Çünki ya Hüseyin deyəndə Trump kimi İlham da girməyə deşik axtaracaq.